Bir gün Peyğəmbərimizin huzuruna bir adam gələrək, "Ey Allahın Rəsulu, mükafatını Allahdan gözləyərək hicrət və cihad etmək istəyirəm" dedi. Allah Rəsulu aleyhissalatu vesselam soruşdu, "Anan və atan yaşayır?" Adam, "Bəli, ikisi də yaşayır" dedikdə, sevgili Peyğəmbərimiz aleyhissalatu vesselam ona bu öyüdü verdi. Elə isə ana atanın yanına qayıt və onların könüllərini al. Uca Rəbbimizin bizə bəxş etdiyi ən qiymətli nemətlərdən biri də valideynlərimizdir. Anamız könlümüzə şəfqət və mərhəmət toxumları əkən, bizə yaxşını pisdən, doğrunu yanlışdan, haqqı batildən ayırma şuuru qazandıran ilk müəllimimizdir. Anamız ailəni ayaqda saxlayan, övladlarına qarşılıqsız sevgi verən, insanlığa faydalı nəsillər ərmağan edən mərhəmət nişanəsidir. Atamız isə həyatın çətinlikləri və sıxıntıları qarşısında söykənəcəyimiz ulu çinardır. Hər cür pisliyə və qorxuya qarşı sığına biləcəyimiz güclü bir qaladır. Xülasə, onlar yerləri əsla doldurula bilməyən mümtaz şəxslərdir. Onlara hörmət Allaha hörmətdir. Duaları cənnətin açarıdır. Məsuliyyətli ana, Həzrəti İsmaili qoruyan Həzrəti Həzər kimi, Həzrəti Həsən və Həzrəti Hüseyni yetişdirən Həzrəti Fatimə kimi olmalıdır. Məsuliyyətli ata isə, "Haydi əziz oğlum, sən də bizimlə birlikdə gəmiyə min" deyərək oğlunu pisliklərdən qurtarmağa çalışan Nuh əleyhissalam kimi olmalıdır. "Əziz oğlum, etdiyin iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində gizlənsə və ya göylərdə, yaxud da yerin dibində olsa da, yenə də Allah onu üzə çıxarar" tövsiyəsi ilə övladını qiyamət günə hesab verməyə hazırlayar. "Yer üzündə qürurla, kibirlə yerimə, yerişində ölçülü ol, səsini yüksəltmə" tövsiyəsi ilə də nəzakət və ədəb qaydalarını ona öyrətməlidir. Dinimizə görə övladlarımızı halal ruzi ilə qidalandırmaq və onlara Allahın razı olacağı gözəl adlar verməklə məsuluq. Onları vətənini, dövlətini və millətini sevən, milli və mənəvi dəyərlərinə bağlı, xeyirli bir insan olaraq yetişdirməliyik. Quran-ı Kərimi və Peyğəmbərimizin nümunəvi həyatını onlara öyrətmək, ən azından təməl dini bilgilərə yiyələndirmək və İslam əxlaqı ilə əxlaqlandırmaq boynumuzun borcudur. Bunların hamısının olması üçün də ən əsası özümüzlə, sözümüzlə və davranışlarımızla onlara nümunə olmalıyıq. Unutmayaq ki, yuxarıda sadaladığımız dəyərlər bizdə olmasa, övladlarımızın bu dəyərlərə sahib olması çox çətin olacaq. Peyğəmbərimiz aleyhissalatu vesselam belə buyurur: "Heç bir ata övladına gözəl tərbiyədən daha qiymətli bir miras qoymamışdır."